Ey daşlaşan, torpaqlaşan ulu babam, bugünümdən dünənimə uzaqlaşan ulu babam, küləkləşən, dumanlaşan ruhunla sən ayağa dur, səninləyəm. Səs getməyən, əl yetməyən, qədim tarix dərəsindən səs ver mənim səsimə sən. Sənə gələn, səndən ötən nə idi belə? Səndən ötüb qardaşına dəydi belə. Bununla mı neçə dəfə ata oğul, qardaş hissi haçalandı? Bir şəhərin 5 qardaşın xanlığına parçalandı. O zaman mı bitti bizim dilimizin, sənin, mənim qabarı da? O zaman mı bitti bizim dilimizin, haralısan damarı da? Səninləyəm, ulu babam. Bu məsəli kimdi yazan? Hansı soysuz ata idi, ataların imzasını çəkib ona möhür basan? Adınızı dastanlardan oğrayaram, ruhunuzu qıyma doğrayaram. Qara çoban, ey xan Eyvaz, Güzür oğlu Mustafa bəy, əgər ki siz bu məsələ qol çəkdiniz, sonra hansınızsa xalqa gələn bir qəzadan öz başın yana əydi. O qəza bir topa dönüb Səttarxanın ittifaqına yaman dəydi. Məndən ötdü, sevincə bax, qeyrətə bax. Bunu yazan xilqətə bax. Məndən ötdü, qulağımdan getmir bu səs. Zərbələri qardaşına, sirdaşına ötürən kəs. Elə bil ki, bax bu gecə qulağımın dibindəcə xətayinin süqutuna qəhqəh çəkdi. Sonra səhərəcən başına 100 qədəh çəkdi. O qədəhin dalğasından, o məsliyin baş fırladan havasından qopan daşdı. Azərbaycan torpağında Araz boyda şırım açdı. Məndən ötdü, bunu dedi Şəki xanı, bunu dedi Bakı xanı, bunu dedi İbrahim xan, Fətəli xan, Kəlbəli xan. Qəza ötsün məndən dedi, ötən kimi mən dedi. Mən dedi bir ölkədə nə qədər xan, onlar mən deyən yerdə sən olmadın, Azərbaycan. Səni səndən alıb belə 100 illərlə uyutdular. Səni səndə elədilər, səni səndə üyütdülər. Dibək oldun öz duzunla, özdaşınla. Ogey oldun doğma, əkiz qardaşınla. Məndən ötdü deyənlərin qeyrətindən, namusunu yeyənlərin qeyrətindən, məndən ötdü, ey daşlaşan, torpaqlaşan ulu babam. Bugünümdən dünənimə uzaqlaşan ulu babam. Ayağa dur, dəfn etdiyin məsəlinin baş daşına bir təəssüf xatirəsi yazıb yondur. Səndən ötən mənə dəydi, məndən ötən sənə dəydi. Səndən, məndən ötən zərbə, vətən, sənə dəydi.